Azərbaycanda müsəlmanları İslamdan çıxarıb, onları İslamda saymır, fətrət əhli sayır. Nə iddiası ilə ki, bunlar İslamdan xəbərsizdir və ya fərdi şəkildə təyin edərək deyir ki, mən ona necə müsəlman deyim, fitrət əhlidir deyirsə, bunlar hamısı təhlükəlidir. Təhlükəli fikirdir, təhlükəli iddialardır, təhlükəli sözlərdir. Yəni, bu sözlər deyir ki, Azərbaycan əhli müsəlman deyil. Xülasə budur, yəni onlarla kafir müamiləsi olunmalıdır. İslamı bilmədikləri üçün fətrə əhlinin hökmündədir. Ağır, təhlükəli bir ittihamdır, bir hökmdür. Çünki dediyimiz kimi yenə də deyirik və etiqad edib deyirik. Azərbaycan xalqı deyiləndə müsəlmanlar ağla gəlir. Onun dediyi kimi durub nağıl danışıb demirik ki, onların içində Xristiyan da var, içində Krişnaitləri var nə qədəsə və ya hansısa kəndə gedib orada kimsə görüb deyir, biz müsəlman deyilik, bizim xəbərimiz yok. Heç kim özünü İslam'a nispət edənlərdən, Azərbaycan əhalisindən deyir ki, sən müsəlmansan, deməz ki, mən müsəlman deyiləm. Əksinə deyər ki, nə danışsın? Necə ya müsəlman? Ola bilər şəriətin əhkamlarından cahil olsun, İslamın bəzi təfsilatından elmsiz olsun, düzgün əməl edən olmasın, bəzi əməlləri tərk edən olsun, onlara öyrədən olmadığı üçün, İslam onlara yəni təfsilatçı şəkildə çatmadığı üçün. Lakin bu demək deyil ki, onlar fitrət əhlidir və ya fitrət əhli kimi müamilə olunurlar. Cahil insanlardır, necə ki, hər bir ölkədə var. Bu diyar İslam diyarıdır. Bacarsansa, belə de ki, Azərbaycan İslam diyarıdır, əgər bacarsansa. De ki, Azərbaycan xalqı müsəlmandır. Nağıl danışma. Bu diyar İslamın olması 1000 illiyin bəhrəsidir. 1000 illik səcdələrin ətridir bu diyarda İslam. Bu torpağı hələ 1000 ildən çox, 1000 ildən öncə la ilahe illallahını Allah Taala nurlandırıb buranı, işıqlandırıb. Əcdadlarımız qılıncla yox, necə ki bəziləri deyir, qəlblə bu dini qəbul ediblər. Döyüşsüz, müharibəsiz Ömər radiyallahu anh xilafətində, hicrətin 22-ci ilindən bəri. Bu diyarda azan var, namaz var, Quran oxunur, oxunub da, oxunacaq da inşallah o məkirli insanların məkrinə baxmayaraq, hiləsinə baxmayaraq, Quran öyrədilir, məscidlərdə, mədrəsələrdə əlifba öyrənir uşaqlarımız, analarımız, nənələrimiz dua dillərindən düşməyib heç vaxt, atalarımız, babalarımız zikirlə nəfəs alıblar, baxmayaraq istəyiblər o nəfəsi kəssinlər. Müəyyən əsrlərdə kafirlər, kommunistlər, zəlalət firqələr bəzi zamanlarda bu digər şəhidlərin yurdudur. Şəhidlik imanla bağlıdır, İslamdan biliblər şəhid olmaq nədir? İmanları üçün, İslam vətənləri üçün canlarından keçiblər, bu torpaq üçün canlarından keçiblər. Məscidlər var, hələ də bərpa olmaqda da davam edir, dirçəlir məscidlər, elm tələbələri var, İslam alimləri yetişir, əlhəmdülillah. Sələfi mənhəci, təmiz tohid bu diyarda açıq, aydın Allah Taala yayır. Allah Taala öz ümumi yayır, müvəffəq edən Allahdır, onun sonsuz həmd olsun, bu qədər. Allah Taala bizə şifa versin.